Mən də belə qollu görünür dodaqlar, onları heç sevirəm. Bir də şey maraqlanacaqdım. Dodaqda əyilmə falan olur, əzilmə falan kimi şeylər olur. Yəni bəzi elətdirələri burası qaçır, burası öyle çıxalır falan öyle bir şey. İnşallah ki olmaz. Yəqin ki mənim hər işlərimə baxmısınız. Hər işlərimizə baxmışam. Sonra sizin məlumatım yoxdur deyə soruşuram. Əsas dodağın vurulma texnikasıdır və seçilən preparatdır. Preparatımızı dodağınıza uyğun seçəcəyik və mənim texnikam yəni hamısı ya bantikdir, ya da şirin dodaqlar, bilinməyən dodaqlardır. Dodağınıza dolğu, bu məsafəniz genişdir, ona görə bura lazımdır. O bığ söhbəti olmayacaq, heç narahat olmayın, yekə söhbəti olmayacaq. Amma ilk dodaq olduğu üçün 1 qram məsləhət görürəm. Çünki cəmi bir həftəyə sizdə orada 0,5 gedəcək, istədiyin 0,5 natural dodaqlar qalacaq. Amma dodaqdan əlavə sizin neçə yaşınız var? 24 olacaq. 24 olacaq. Siz kökəlib arıqlamısınız, yoxsa necə? Yox, belə oluram demək olar ki. Bilmirəm siz özünüzdə onu görürsünüz yoxsa sizin üzünüzdə yorğunluq var. Sizdə yanaq belə düşüb. Bayaq döyüşən olur. Gözünüzün altı belə olubdu sizin. Sizə mən birazcıq bu hissi lifting məsləhət görürəm. Bax bura, başqa heç nə. Çünki bu düşdüyü üçün sizdə nazalabial da əmələ gəlibdir. Burada xətt düşür. Birazdan bu belə olacaq. Çünki həqiqətən yəni düzgün başa düşün. O demək deyil ki, gəldim kosmetoloqa məni yüklədi, prosedur xətrini yox, gördüyümü deyirəm. Var ki, pasiyent, məsələn, indi 47 yaşında xanımı geçmə ona botoksu məsləhət görmədim. Çünki həqiqətən insanın mimik qırışları yoxdur, heç vaxtda botoks eləmək. Amma 24 yaşa görə üzünüzdə düşmə var. Bu da getdikcə daha çox olacaq. Mən məsləhət görərdim bu hissələrinizə lifting eləyəsiniz, həm nazalabialınız açılsın, həm də gözünüzün altında yorğunluq ifadəniz çox bilindirən bir şeydir. Yəni çünki yaşla əlaqəli istəmirik çox belə. Heç vaxt bilinməyəcək. Nabarot yaşla əlaqəli, yaşınıza görə yaşınızdan böyük görsənirsiniz. Məndiyan prosedur isə sizi öz yaşınızda göstərəcək. Vaxt olaraq, bir şey olaraq nə qədər vaxt gedir, məsəl üçün bunu edilər. Prosedur. Yəni siz desəz ki, mən dözümlüyəm, ağrı falan hiss eləmirəm, mən indi də elə bilərəm, ya da məsələn ki, eləşdirəcəm, ya da ki, mən sizə sadəcə olaraq məsləhət gördüm. İstəyirsiniz bu dodağı eləyim, fikirləşin, düşünün, biraz baxın əl işlərimə, nə vaxtsa yenə yazıb gələrsə, onu da sizə eləyərəm. Zaman olaraq, yəni uzun